Uyğunluğu müəyyən edin. A, B-yə paralel, C1, C2 isə kəsənlərdir. Burada 60 dərəcə ilə, yəni bu bucaqlar qamma daxili bir tərəfli bucaqlardır və daxili bir tərəfli bucaqların da cəmi 180 dərəcə olduğu üçün yaza bilərik ki, 180 çıxılsın 60 dərəcə bərabərdir 120, yəni qamma olacaq 120 dərəcə. Digər tərəfdən beta ilə 40 dərəcə, yəni bu iki bucağımızda doğrusu. Bu bucaqla da bu bucaq daxili çarpaz bucaqlar olduğu üçün onlar da bir-birinə bərabərdir, yəni beta bərabərdir 40 dərəcəyə. Alfanı tapaq. Alfa ilə qamma buradakı üç bucağa nəzərən baxdıqda xarici bucaq kimi olur. Deməli 40 dərəcə, burada da 60 dərəcədir. Çünki 60 da bu bucaqda daxili çarpaz bucaqlardır. 40 ilə 60-ı topladıqda alfanı verəcək, yəni 100 dərəcə olacaq. Alfa bərabərdir 100 dərəcə. İndi uyğunluğumuzu müəyyənləşdiririk. Birinci, alfa 100 dərəcədir, yəni 1-ə uyğundur B variantı. İkinci, beta 40 dərəcədir, yəni E variantı uyğundur. Üçüncü, qamma 120 dərəcədir, burada da A variantı uyğundur.